Ağız və dırnaq nahiyələrində ağrılı yaralar, gövşəmənin dayanması, nəticədə heyvanın yem yeyə bilməməsi və s. Bütün bu əlamətlər xüsusilə iri buynuzlu heyvanlar arasında yayılan göstəriciləridir. Son günlər heyvanlar arasında bir sıra xəstəliklər yayılır. Bəs maraqlıdır, bu xəstəliklərin yaranması bazarlarda alıcılıq qabiliyyətinə təsirini göstəribmi? Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ət bazarına da öz təsirini göstərib. Heyvanların kütləvi şəkildə tələf olması bazarda müştəri sayının azalması ilə nəticələnib. Dabağa görə müştəri fərqi var, azalır. Ehtiyat edirlər. Adam-adama əlbəttə qiymət təsiri var. Satışımız sıra düşür, aşağı düşür. Yəni satışımız olur. Bizim bazarda əsasən yerli mallar daha çox satılır. Əsasən onun keyfiyyətinə, təzə olmağına, hamısını soruşurlar. Hazırda bazarlarda müştərilərə təklif olunan ətin qiyməti sümüklü, sümüksüz olmasına görə dəyişir. Belə ki, mal ətinin 1 kiloqramı 17-20 manat, qoyun ətinin böyük başları 13-14, quzu ətinin kiloqramı 21 manat arasında dəyişir. Yəni, ət bazarında qiymətlər demək olar ki, olduğu kimi də qalıb. Əhalinin alıcılıq qabiliyyətinə gəlincə, Cüzi bir fərq var. O da ki, bazarla əlaqədar 1 manat, belə manat yarım belə qalxıb düşür, amma normaldır, yəni qane eləyir. Qiymətlər belə müxtəlifdir, hərəsinin özünə məxsus qiyməti var. Alanda əsasən ətin tez olmasına diqqət edirəm. Eyni zamanda müştərilər daha çox xaricdən gətirilənləri deyil, yerli ət məhsulları almağa üstünlük verirlər. Buna görə də xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bölgələrdə bir sıra bazarlar fəaliyyətini müvəqqəti dayandırıb. Bazarlarda təmizlik, dezinfeksiya tullantıların atılması, iş rejiminin yaradılması, heyvanların ayrı-ayrı qruplarda saxlanması üçün şəraitlər yaransın və təbii ki, bu hazırlıq işləri başa çatandan sonra bu məsələlərə yenidən baxılacaqdır. Tövsiyəmiz ondan ibarətdir ki, heyvanların kəsimi ancaq ixtisaslaşdırılmış kəsim müəssisələrində aparılsın. Çünki kəsim müəssisələrində heyvanlar baytar mütəxəssisləri nəzarətindən keçirilir. Mütəxəssis nəzarətindən keçən heyvan ətinin üzərinə xüsusi möhür vurulur. Bəs xəstə heyvanların ətini necə ayırd etmək olar? Bunu ətin rəngindən müəyyən etmək mümkündür. Belə ki, xəstə heyvan ətinin rəngi belə qırmızıya yox, sarı rəngi çalır və üzərində xətlər olur. Həmçinin ətin daxilən sulanması və kəskin qoxuya malik olması heyvanın xəstə olmağına işarədir. Dabaq xəstəliyi nadir hallarda insanlara da keçə bilir. Bu hal isə əsasən virus daşıyıcısı olan heyvanın südünü xam şəkildə içdikdə, ətini isə yarım bişmiş vəziyyətdə yedikdə baş verir. Eyni zamanda xəstə heyvanın südünü sağarkən təmasda olmaq da xəstəliyə yoluxmağa səbəb ola bilər. Ona görə də diqqətli olmaqda fayda var. Aydan Əliyeva, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.